Sizcə insan kapitalına investisiya nə deməkdir və hardan başlanır? Öz beyinlərinə investisiya eləsələr, investisiyanın geri dönüşü daha yüksək olar. Bilirik ki, gördüyümüz işin səmərəli olması üçün iş mühiti də çox önəmlidir. Çox vacib elədir. Və iş mühitinin toksik olduğunu göstərən əsas əlamətlər hansılardır? Fikirlərinizi, narahatlıqlarınızı, narazılıqlarınızı və ya səhvlərinizi rahat formada deməyə, etiraf etməyə çəkinirsinizsə, qorxursunuzsa, o mühit toksik mühitdir. Sağlam rəqabət mahiyyət etibarı ilə fərdlər arasında kommunikasiyanın, peşəkar münasibətlərin olduğu, amma davamlı olaraq təşkilata daha çox dəyər qatmaq, daha çox nəticə vermək və əməkdaşlıq ruhunun olduğu mühitdir. Bir gənc öz potensialını necə üzə çıxara bilər? Hardan başlamalıdır? Komfort zonalarda siz heç vaxt öz potensialınızı kəşf edə bilməzsiniz. Aslan könüllüsü olmaq Tural Dadaşova nə qazandırır? Mənə özümdən belə deyək, həmin dövrüzə bilik, bacarıq səriştəcə yüksək olan insanları düzgün rol model seçməyimə səbəb oldu. Onlar mənə mentorluq elədilər, onlar mənə dəstək oldular. Bir növ karyera yolumuza, bir növ həyat yolumuza bir işıq-çıraq tutdular. Hər vaxtınız xeyir əziz könüllü sən verilişinin izləyiciləri. Biz yenidən efirdəyik. Mən Rəsul ilə. Əziz könüllü sən verilişinin izləyiciləri, sizə bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. 15-26 yaş aralığındasınızsa və könüllü olmaq istəyirsinizsə, bizə həm sosial media platformalarımızla, həm də portal asanvolunteers.az saytımız vasitəsilə müraciət edə bilərsiniz. Layihə və ideyalarınızla bağlı təklifləriniz olarsa, info@asanvolunteers.az ünvanına göndərməyi tövsiyə edirik. Bugün çox aktual və hər bir gəncin gələcəyi üçün vacib olan bir mövzuya toxunacağıq. Vaxt itirmədən sizə qonağımızı təqdim etmək istəyirəm. Bugünkü verilişimizin qonağı insan kapitalının inkişafı üzrə ekspert Tural Dadaşovdur. Xoş gəlmisiniz Tural bəy, necəsiniz? Çox sağ olun Rəsul bəy, minnətdaram dəvət üçün. İlk öncə belə bir platformanın olması kifayət qədər sevindiricidir və düşünürəm ki, bugünkü müzakirələrimiz gənclərimiz üçün kifayət qədər maraqlı və belə deyək, praqmatik olacaq. Mən də düşünürəm ki, bugünkü verilişimiz həm gənclər üçün, həm də öz karyerasını qurmaq istəyənlər üçün çox faydalı olacaq. Tamam, doğru. Elə isə mən ilk sualıma keçid etmək istəyirəm. Sizcə insan kapitalına investisiya nə deməkdir və hardan başlanır? Çox gözəl sualdır, amma bu sualı cavablandırmadan öncə ilk öncə bir elmi qeyd keçmək lazımdır. Ümumiyyətlə bu ifadənin belə deyək, elmi ədəbiyyata daxil olması 1964-cü ildə baş verib. 1964-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı bir alim bu ifadəni istifadə etmişdi. Bunun mahiyyəti ondan ibarət idi ki, bir fərdin iqtisadi fəaliyyət yönündə səmərəli daxili aktivlərini cəmin nəzərdə tutulur. Yəni fərd olaraq Turalın belə deyək, biliyi, bacarığı, səriştəsi, koqnitiv imkanları və sosial-psixoloji vəziyyəti iqtisadi rifah yaratmağa xidmət edən elementləri olduğuna görə o elementlər insan kapitalı adı altında ümumiləşdirilmişdir. Və insan kapitalı anlayışı mahiyyət etibarı ilə sonradan daha da geniş çevrələrdə inkişaf etməyə başladı və konsepsiya olaraq belə bir fikir formalaşdırdı ki, insanlar ənənəvi investisiya vasitələri olan qızıl, gümüş və daşınmaz əmlakdan daha çox öz inkişaflarına, sadə dil desək, öz beyinlərinə investisiya eləsələr, investisiyanın geri dönüşü daha yüksək olar və burada başqa bir iqtisadiyyat üzrə Nobel mükafatı laureatı var. O müəyyən etmişdi ki, onun James Hockman idi, səhv etmirəmsə adı. James Hockman hesablamalı Hockman düsturu deyilən bir metod yaratmışdı. O metodla sübut etmişdi ki, gənclikdə özünüzə qoyduğunuz $1 gələcəkdə həm özünüzə, həm də iqtisadiyyata $13 olaraq geri qayıdır. Bəs gənc yaşda liderlik bacarıqlarını inkişaf etdirmək üçün hansı addımlar atmaq lazımdır? Çox gözəl sualdır. Ümumiyyətlə, liderlik bacarıqları ümumi olaraq, məcmui olaraq çox istifadə olunan iki dövrün buzzword-üdür. Amma liderlik bacarığı deyəndə biz nəyi başa düşürük? İlk öncə o sual vermək lazımdır. Liderlik bacarığının kökündə duran ən fundamental birinci səriştə davranış səriştəsi olan emosional intellektdir. Emosional intellekt nə deməkdir? Bu çox istifadə olunur, amma bunun açışın şərhini çox təəssüf ki, bəzən vermirlər. Gənclərimizə aydın olsun deyə biz bunu izah edirik. Emosional intellekt mahiyyəti etibarı ilə fərdin özünün və başqalarının hisslərinin fərqində olması,
onu idarə etməsi və eyni zamanda sosial bacarıqları, kommunikasiya bacarıqlarını, davranış kompetensiyalarının özündə ehtiva edir. Və gənclər gənc yaşlarında bu liderlik bacarıqlarını inkişaf elətdirmək istəyirlərsə, ilk öncə ən vacib ümdə olan məqsəd gedib bir vəzifə tapmaq deyil. Zaten gənc yaşda sizə o vəzifəni verməyəcəklər. Bəli. Amma siz bunu məsələn bayaq qeyd elədiyiniz kimi asan könüllülər platformasında tapa bilərsiniz. Vacib olan məsələ xırda testlərdə, xırda tapşırıqlarda olsa belə özünün məsuliyyət götürmə yetənəyini inkişaf elətdirməkdən qaynaqlanır. Gənclər misal üçün adi bir könüllülük təcrübə proqramları onlara liderlik səriştələrini qazandırır. Çünki biz bütün fazalarda, həyatımızın bütün fazalarında insanlarla əhatə olunuruq və bu insanların davranışlarını başa düşmək, onları anlamaq, onların fərqində olmaq özü liderliyin inkişafında birinci ən fundamental strateji addımdır. İstəyirəm ki, uğurlu karyera haqqında biraz danışaq. Uğurlu karyera qurmaq üçün texniki bacarıqlar daha önəmlidir, yoxsa yumşaq bacarıqlar? Çox gözəl sualdır. Gəlin mən buna yenə bir elmi bir cavab verim. 1918-ci ildə Carnegie fondu ilə Stanford Araşdırmalar İnstitutunun 100 ilə qədər davam edən bir proyekti oldu. Proyekt 1975-ci ildə Harvard Universitetinin yekun tədqiqatı ilə bitdi. Yekun məntiqi nəticə olaraq belə bir qənaətə gəldilər ki, karyera uğurunun 85% yumşaq bacarıqdır, 15% texniki səriştədir, hard skills'dır. Hansı yumşaq bacarıqlar daha önəmlidir? Çox vacib, gözəl sualdır. Ən vacibi 21-ci əsrdə karyera və peşəkar inkişafda ən vacib belə deyək, yumşaq bacarıqlar kommunikasiya bacarığı, liderlik bacarığı və üçüncü ən vacib element adaptasiya bacarığıdır. Və biz bunları ümumiləşdirsək, bunların başda bir vacib kompetensiya da qoya bilərik. Bu, bunların hamısının başında gəlir. Bu adlanır, çox vacib elementdir. Kognitiv, belə deyək, adaptasiya qabiliyyəti və ya buna biz neuroplastiklik deyirik. Neuroplastiklik o deməkdir ki, fərd mahiyyət etibarı ilə davamlı olaraq öyrənməyə maraqlıdır. Yəni, öyrənmək bacarığı olmalıdır. Fərdin daxilində davamlı olaraq motivasiya olmalıdır ki, mən peşəkar olaraq daim özümü inkişaf elətdirim. Yəni, öyrənməyə açıq olmaq, sadə dillə desək, fərd öyrənməyə açıq olmalıdır. Bütün uğurların kökündə duran məsələ daimi olaraq öyrənməyə açıq olmalıdır. Və müasir inkişaf ədəbiyyatında da siz buna growth mindset olaraq görərsiniz. İnkişaf düşüncəsinə, zehniyyətinə sahib olmaq, daim öyrənmək. Bilirik ki, gördüyümüz işin səmərəli olması üçün iş mühiti də çox önəmlidir. Çox vacib əməldir. Və iş mühitinin toksik olduğunu göstərən əsas əlamətlər hansılardır? Çox gözəl məsələdir. Ümumiyyətlə, toksikliklə bağlı çoxlu danışılır, fikirlər bildirilir, amma bunun bir belə deyək, ölçüləri, meyarları var. Toksik mühit nədir? İlk öncə bilək ki, toksik mühit nədir, sonra ondan sonra onun tərifin elementlərinə baxaq. Toksik mühit odur ki, fərdlərin uzun müddətli davamlı olaraq bilərəkdən peşə və emosional psixoloji təzyiqə məruz qaldığı bir mühitdir. Bu mühitdə ən vacib belə bir mühitin toksik olub-olmadığını bilmək üçün 3 elementə baxsaq kifayət edir. Bir təşkilat daxilində fikirlərinizi, narahatlıqlarınızı, narazılıqlarınızı və ya səhvlərinizi rahat formada deməyə, etiraf etməyə çəkinirsinizsə, qorxursunuzsa, o mühit toksik mühitdir. Sualın ikinci hissəsinə keçək. Toksik mühit soruşdular. Toksik mühitdə nə etmək olur? Yadımdan çıxdı. Və əlamətləri elə əlamətlərini qeyd edir. Bəli. Toksik mühitdə ümumiyyətlə dediyimiz kimi elementlər varsa, mənim ilk öncə tövsiyəm gənclərə peşəkarlığı odur ki, ilk öncə o toksik mühiti tərk edib getsinlər. Niyə getsinlər? Sizə çox maraqlı bir tədqiqat deyəcəm. Bunu da Harvard Universiteti aparmışdı. Müəyyən etmişlər ki, uzun müddət toksik mühitdə qalan insanın orqanizmi bunu mütəmadi olaraq təhlükə olaraq qəbul edir və təhlükə davamlı olaraq sizdə nə ifraz edir? Kortizol hormonu ifraz edir və kortizol hormonu uzun müddət orqanizmdə ifraz olunduğuna görə, çünki bədən daim gərginlik və müdafiə mexanizmindədir və həmin o kortizol hormonu insanın rasional düşüncə mərkəzi olan hissə var. Buna prefrontal korteks deyirlər. Həmin o korteksi kiçildir. Yəni sizin rasional beyninizin belə deyək, imkanlarını məhdudlaşdırır. Bunun fizioloji olaraq da sübut olunub. Mənim gənclərə tövsiyəm odur ki, əgər bir toksik mühit və elementlərlə görürlərsə və onun həlli yolu yoxdursa, təşkilat daxilində onu ölçüb meyarları əsasında qiymətləndirəcək, problemi həll edə biləcək bir şəxslər və ya mühit yoxdursa, oranı tərk etsinlər, çünki onlara həm psixoloji, emosional və fizioloji olaraq mənfi təsir edir. Daha onların perspektivini dəyərləndirən, inkişaf edə biləcəkləri bir mühitdə karyera qurmalarını tövsiyə edirəm. Çox gözəl. İş yerində həmkarlar arasında rəqabət də olur. Təbii ki, rəqabət çox vaxt yaxşıdır əslində, yaxşı
nəticələnir. Bəli. Amma bu rəqabət nə vaxt toksik davranışa çevrilə bilir? Nə gözəl sualdır. Çox gözəl sualdır. Bunu da elmi dildə biz belə izah edə bilərik. Oyunlar nəzəriyyəsi var. Oyunlar nəzəriyyəsinin mahiyyəti ondan ibarətdir ki, bir oyunda biri qazanırsa, biri mütləq şəkildə itirməlidir. Bəli. Əgər bu düşüncə həmin təşkilatda sabitdirsə, belə deyək, mənim yüksəlməyim başqalarının çökməsi ilə əlaqələndirirsə, o toksik mühitdir. Yəni bir təşkilat daxilində bir nəfər peşəkar şəkildə inkişaf etməyib, belə deyək, toksik elementlərlə inkişaf eləyirsə, şayə ilə və s. digərləri isə belə deyək, aşağıda qalırsa, o mühit sağlam rəqabətin olmadığı mühitdir. Sağlam rəqabət mahiyyət etibarı ilə fərdlər arasında kommunikasiyanın, peşəkar münasibətlərin olduğu, amma davamlı olaraq təşkilata daha çox dəyər qatmaq, daha çox nəticə vermək və əməkdaşlıq ruhunun olduğu mühitdir. Sağlam rəqabət budur. Sağlam rəqabət olmayan yerlərdə bizim dediyimiz fear management, qorxu idarə etməsi hökm sürür, şayələr təşkilat daxilində baş verir və o cür təşkilatlarda korporativ mədəniyyətin heç ilkel elementlərini belə siz görə bilmirsiniz. Mən sizin müsahibələrinizdən birini izlədim, sizi dəvət edərkən. Orada bildirdiniz ki, aşkara çıxarılmamış potensial bir gəncin faciəsidir. Bəli. Bəs bir gənc öz potensialını necə üzə çıxara bilər? Hardan başlamalıdır? Çox gözəl fikirdir. Elə müasir psixoanalitikanın banisi Carl Jung'un da fikri ilə üstə düşür. Bir gənc öz potensialını analiz etmək üçün ilk öncə fərqindəlik özündə inkişaf elətdirməlidir. Özünü analiz etməlidir. Bununla bağlı müxtəlif testlər var. Məsəl üçün Myers-Briggs Type Identificator dediyimiz 16 şəxsiyyət tipi testini eləyə bilər və yaxud da ki, peşə seçimi zamanı istifadə eləyə bilər. John Hollandın şəxsiyyət testindən istifadə edə bilər ki, özünü analiz eləsin. Öz profilində olan boşluqları, güclü tərəfləri, zəif tərəfləri görsün və bu analiz eləyəndən sonra, bu fərqindəlik yaranandan sonra qərarlarını onun əsasında versinlər. Mən tövsiyə edirəm ki, bu testləri götürsün, amma eyni zamanda gənclərin indiki dövrdə ən çox qarşılaşdığı problem odur ki, daim bizim o rat race dediyimiz o siçovul oyunu deyilən bir oyun var, daim hərəkətdədir. Fərd özü ilə baş-başa qalxmaqdan qorxur. Mən o tələbələrim də var. Görürəm, deyirəm, siz bütün günü baxıram, daim məşğulsunuz, amma fikirləşməyə zamanınız varmı özünüz haqqında? Özlərinə zaman ayırsınlar. Özlərinə bir helicopter view dediyimiz bir yuxarıdan bir özlərinə baxsınlar ki, mən ümumiyyətlə missiyam nədir? Mən niyə görə mövcudam? Mən necə bir dəyər yarada bilərəm? Bu düşüncələr, bu zehin yapısına sahib olduqları təqdirdə onlar öz potensiallarını üzə çıxaracaqlar. Amma bir məsələ də var. Potensialın üzə çıxarılması heç də bütün hallarda, mütləq əksər hallarda stresin, müsbət stresin çox olduğu yerlərdə olur. Sizə daim belə deyək, müsbət formada bir təzyiq var, mən bunu etməliyəm və nəticədə potensialı üzə çıxardır. Və elmi tədqiqatlarda göstərilir ki, yüksək potensial təzyiqli vəziyyətlərdə ortaya çıxır. Komfort zonalarda siz heç vaxt öz potensialınızı kəşf edə bilməzsiniz. Könüllülük, təcrübə proqramları və digər ictimai fəaliyyətlər gənclərin potensialını üzə çıxarmaq üçün nə kimi bir fayda kəsb edir? Məncə bunun ən bariz nümunələrindən biri ilə sizin qarşınızda oturub. Mən yadımdadır, universitetə qəbul olunandan sonra 2013-cü ildə mənim elə ilk fəaliyyətim, addımlığım könüllülük fəaliyyətindən başlamışdı. Mən Asan xidmətdə könüllü fəaliyyəti keçmişəm, Asan Akademiyaya qəbul olmuşam. Könüllülük fəaliyyətinin çox böyük rolu var. Çünki könüllülük fəaliyyəti zamanı sizin sosial bacarıqlarınızı inkişaf edir. İnsanlarla kommunikasiya saxlayırsınız. Nəticədə bu sizin daxilinizdə əməkdaşlıq bacarığın, ünsiyyət bacarığın, təqdimat bacarığın inkişaf elətdirir. Dolayı və ya birbaşa yolla bu sizin emosional intellektinizə də təsir edir. Düşünürəm ki, könüllülük fəaliyyəti bütün istiqamətlər üzrə fərdin o soft skill dediyimiz yumşaq bacarıqlarının inkişafı üçün mən düşünürəm ki, bir etalon bir modeldir və Azərbaycan gəncləri də o baxımdan şanslıdırlar ki, Asan xidmət kimi bizim bir modelimiz var ki, orada o təcrübələrini keçib özlərini zənginləşdirə bilərlər. Ümumi cavab verdiniz, amma istəyərdim ki, bir də bu sualı təkrarlayım. Asan könüllüsü olmaq Tural Dadaşova nə qazandırıb? Asan könüllüsü olmaq ilk öncə mənə çox dəyərli network qazandırdı. Mən Asanda könüllü olarkən qurduğum əlaqələr, münasibətlər indiyə qədər çox yüksək səviyyədə davam edir və mənlə eyni peşəni, eyni istiqaməti paylaşan onlarla, yüzlərlə belə deyək, dostlarımız var, həmkarlarımız var. Mənə gözəl əlaqələr qazandırdı. Mənə özümdən belə deyək, həmin dövr üzrə bilik, bacarıq səriştəcə yüksək olan insanları düzgün rol model seçməyimə səbəb oldu. Onlar mənə mentorluq elədilər, onlar mənə dəstək oldular. Bir növ karyera yolumuza, bir növ həyat yolumuza bir işıq-çıraq tutdular. Çünki daimi olaraq onların verdiyi mentorinqlər, onların verdikləri belə deyək, feedbacklər, rəylər bizim inkişafımızda çox belə deyək, mühüm rol oynadı. Və siz karyeranız boyunca çox potensiallı, lakin özünü reallaşdıra bilməyən gənclərlə qarşılaşmısınızmı və sizcə bunun səbəbi nədir? Bunun bir neçə səbəbləri var.
Əlbəttə rastlaşmışam, baxırsınız ki, insanın çox böyük potensialı var. Bunun birinci səbəbi fərdlərin özünə sağlam özgüvəninin olmamasıdır. Qırılğan şəxsiyyət tipinə sahib olur bu insanlar. Əlbəttə ki, bunun bəlli bir travmatik səbəbləri də ola bilər, amma psixoanalitika baxımından biz yanaşsaq, Peter Pan sindromu dediyimiz bir sindrom var. Peter Pan sindromundan əziyyət çəkən insanlarda siz bunu görürsünüz. O xırda müddətli rahatlıqları üçün uzun müddətli perspektivləri əldən verirlər. Biz deyirik ki, həyat bir mücadilədir və mübarizədir. Bu mübarizədə siz öz peşəkarlığınızla, biliyinizlə daimi inkişaf elətdirməlisiniz. Amma bu insanlar xırda komfortları üçün o potensialların kənara qoyurlar. Məsəl üçün, bu da o belə deyək, sindromun adı da Peter Pan cizgi filminə yəqin ki, baxmısınız. O heç vaxt böyümür. Onun əslində orada psixoanalitika baxımından deyir ki, fərd öz qısa müddətli rahatlığı üçün öz potensialın qurban verirsə, bu fərdin faciəsidir. Bu fikir də hardasa oradan. Komfort zonasından çıxmaq istəmir. Çıxmaq istəmir daha doğrusu və nəticədə o potensialını itirmiş olur. Və biz bilirik ki, ən yaxşı belə deyək, sənət əsərləri də, ən möhkəm qılınclar da möhkəm temperatur altında formalaşır. Yəni bir mənada siz üzərinizdə o təzyiqi, stresi hiss eləməlisiniz. Komfort zonalarda belə deyək, siz o potensialınızı reallaşdıra bilməyəcəksiniz. Mütləq əksər hallarda. Bu gün sizi izləyən gənclərə bir məsləhət vermək istəsəz, bu nə olardı? Gənclərə ilk öncə məsləhətim ondan ibarətdir ki, özlərini dərk etməyə çalışsınlar, özlərini tanısınlar, öz potensiallarına bir növ bələd olsunlar, çətinliklərdən qorxmasınlar və daimi olaraq öz düşüncələrin, öz zehin yapıların bir növ davamlı öyrənməyi öyrəşdirsinlər, neuroplastik yanaşma öyrətsinlər. Və sizə çox maraqlı bir fakt deyim, məsəl üçün Dünya İqtisadi Forumu belə bir maraqlı statistik məlumat paylaşdı ki, insanların öyrəndiyi biliklər, texniki səriştələr 5 il ərzində hardasa 50% dəyərsizləşir. Çünki o artıq o səriştəyə ehtiyacı olmur. O baxımdan yəni gənclərə məsləhətim ondan ibarətdir ki, təkcə ali təhsil və ya peşə təhsili diplomun olması sizin əmək bazarında və peşəkar karyeranızda uğurlu olmanız anlamına gəlmir. O sadəcə kağız parçasıdır. Ən böyük investisiya beyninizə, zehninizə etdiyiniz investisiyadır. Öyrənməni heç vaxt dayandırmayın, davamlı olaraq öyrənməyə ac olsunlar. Tural bəy, iştirakınız üçün təşəkkür edirəm. Düşünürəm ki, gənclər üçün olduqca faydalı bir veriliş oldu. Minnətdaram, çox sağ olun. Bax belə əziz izləyicilər, bugün qonağımız insan kapitalının inkişafı üzrə ekspert Tural Dadaşov idi. Unutmayaq ki, hər bir gəncin ən böyük sərmayəsi onun biliyi, bacarığı və daim inkişaf etdirməyə çalışdığı potensialıdır. Beləcə, daha bir könüllü sən verilişinin sonuna gəldik. Aparıcınız mən idim, Rəsul. Hələlik.